Hə, köhnələr. Deyirəm, indikilər bilməz. Amma köhnələrin bu barədə məlumatı var. Kimin məlumatı yoxdursa, gəlin mən sizi məlumatlandırım. Vaxt var idi, içəri şəhərdə burada cahillər var idi. Bir də görürsən, cahillərin sözləri çəp düşərdi. Çıxardılar bir-birlərlə yarışmaya. Yarışma da mövzusu, konu bilirsiniz nə idi? Bax buradan, yəni ki, dəniz kənarı parkdan üzünü bulvar adlandırırıq. Buradan üzə-üzə gedərdilər Nargin adasına, oradan da qeydərdilər geriyə təzədən sahilə. Kim birinci gələrdi o vaxtı, o da həmən o məsələdə konuda qalib çıxardı. Bütün içəri şəhərdə deyərdilər ki, filan kes getdi filan saata ya dəqiqəyə üzdü Nargin adasına, gəldi çıxdı təzədən sahilə. Bax bu qədər. Bilmirdinizsə bilin. Qəlbdən qəlbə, içəri şəhərdən.